sizi günü-gündən gözəlləşən Azad Qarabağımızdan salamlayırıq. Hazırda isə Laçın şəhərindəyik. Bugün bura 100-ə yaxın xarici ölkələrin Azərbaycana akreditə olunmuş nümayəndələri, səfirliklərin hərbi ataşeləri və beynəlxalq təşkilatların rəhbər heyətlərinin nümayəndələrinin səfəri təşkil olunub. Qeyd edeyim ki, xarici nümayəndələr səhər saatlarından bura mayın 28-də Prezident İlham Əliyevlə Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın təntənəli açılış elədiyi Laçın hava limanından eniş eləyiblər və biz bu təntənəli açılışı da qürurla seyr eləmişdik və bugün bura xarici nümayəndələrin dəvət olunmasında əsas məqsədlərdən biri də həm Laçın hava limanı ilə, həm də ki, ümumiyyətlə Laçında işğaldan azad olunandan sonra Laçında yaradılan şəraitlə onları tanış etməkdir. Qeyd edeyim ki, biz burada diplomatların bəziləri ilə də qeyri-rəsmi həm söhbət etdik və bilirsən ki, ümumiyyətlə Laçın Qarabağın ən dilbər güşələrindən biridir və ümumiyyətlə ən çətin relyefi olan ərazilərindən biridir və burada tikinti, quruculuq işi aparmaq çox çətindir, amma burada o qədər gözəl yollar yaradılıb ki, biz A nöqtəsindən B nöqtəsinə çox rahat şəkildə çata bilirdik. Elə diplomatlar da burada yaradılan şəraitdən və ümumiyyətlə Laçının bu füsunkar təbiətindən ağız dolusu danışırdılar. Bir qədər səfərin təfərrüatı barədə də məlumat verim. Qeyd edeyim ki, Laçın hava limanından sonra Hoças Film kino studiyasına səfər etdik xarici nümayəndələrlə birlikdə və onlar burada yaradılan şəraitlə tanış oldular. Əlavə edeyim ki, Hoças Film kino studiyası 2 inzibati binadan ibarətdir və ümumiyyətlə Hoçaz adı da Laçının əsas simvollarından biri olan Hoçaz qayasının adı ilə, yəni bu formada adlandırılıb və Hoças Film kino studiyasının ardınca Yurt Qalereyasına səfərimiz oldu. Burada diplomatlara milli xalçaçılıq, rəssamlıq nümunələrimiz təqdim olundu. Həmçinin ümumiyyətlə Laçının işğaldan əvvəlki dövrünə aid fotoşəkillər təqdim olundu. Onlar Laçının işğaldan əvvəlki görüntüləri ilə də tanış elədilər ki, yəni indiki görüntüsü ilə də müqayisə rahat apara bilsinlər. Daha sonra Laçın kino klubunu ziyarət elədik və burada Prezidentin Laçın rayonuna təyin elədiyi xüsusi nümayəndəsi Məsim Məmmədovun çıxışı oldu və o prezentasiya əsasında ingilis dilində qonaqlara Laçında yaradılan şəraitlə bağlı məlumat verdi və ardınca Gilabi Seramikə qonaqlarla birlikdə getdik və orada Laçınlıların yaratdığı əl işləri ilə tanış olduq. Hətta burada mən şahid oldum. Bəzi səfirliklərin nümayəndələri ya özlərini, ya da bilmirəm, yəqin ki, sevdiklərini hədiyyələr də aldılar. Hazırda isə Həkəri çayının sahilində çay fasiləsidir, qonaqlar istirahət eləyirlər. Qeyd edeyim ki, ümumiyyətlə xarici qonaqlarla birlikdə bura Prezidentin köməkçisi Hikmət Hacıyev də gəlib və səfər 2 günlükdür. Bugün Laçın şəhərini gəzdik. Sabahsa Şuşa və Ağdama səfərimiz olacaq. Orada yaradılan işlərlə qonaqlar, xarici qonaqlar tanış ediləcək.